Salam əziz dostlar, necəsiniz? Ümidvaram ki, yaxşısınız. Biz bugün Azərbaycan dili 950 söz birləşmələri sintaktik əlaqələr bölməsindən 29 testə baxırıq. Birinci sualda biri mürəkkəb ad deyil soruşur bizdən. A. İstiqlal ordeni, xeyr, bu mürəkkəb addır. Xarici İşlər Nazirliyi, bu da mürəkkəb addır. Həsən ağa, xeyr, Həsən ağa mürəkkəb ad deyil. Ramazan bayramı mürəkkəb addır. Şəhidlər Xiyaman da mürəkkəb addır. Doğru cavab C variantıdır. İkinci sualda nöqtələrin yerinə hansı ifadə uyğundur? Tərəfləri bütövlükdə bir leksik məna bildirir. Həm ismi, həm də feili birləşmə xeyr. İstənilən söz birləşməsi xeyr. Frozoloji birləşmə, bəli, məsələn, frozoloji birləşmə biz qulaq asmaq tərəfləri qulaq həm leksik mənası var, asmağın da leksik mənası var. Ona görə C variantı doğrudur. Üçüncü sualda hansı söz birləşməsində aslı tərəf hərəkətin zamanını bildirir? Sonuncu qatar, səni gözləmək, səhər qayıdarkən, səhərin soyuğu, kənd axşamları. Hansı söz aslı tərəf hərəkətin kənd axşamları. Burada elə kənd axşamları doğrudur. Hansı söz birləşməsində aslı tərəf hərəkət zamanını bildirir? Axşam oxuyanda doğrudur. Digərlərinə baxmağa dəyməz. Biri mürəkkəb addır. Gülnisə xeyr, Gülpəri xeyr, evdən çıxan xeyr. Evdən çıxan xeyr. Şah İsmail Xətayev bəli, payız səhəri də yanlışdır. Doğru cavab D variantı uyğun gəlir. Altıncı sualda biri mürəkkəb addır. Şəhərdən qıraqda xeyr, Hüseynəli xeyr, Qətran Təbrizi doğrudur. Digərlərinə baxmağa heç ehtiyac yoxdur. Əsas tərəfli isimli ifadə olunmuş söz birləşmələrini müəyyən edin. Onların hamısı xeyr, əsgərlərdən üçü xeyr, onun baxışları, onun bəli baxışları nəyi, bizim görüş, bəli C variantı uyğundur. Meyvənin dadlısı, bizim hər birinin xeyr, bizim özümüz hər şeyin yaxşısı, bu da uyğun gəlmir. Doğru cavab C variantıdır. Sonra birinci tərəfi isimli ifadə olunmuş söz birləşmələri hansı cərgədədir? Alma şirəsi, vətən məhəbbəti nəyi, azad insan, necə insan, xeyr, bu səhvdir, hər tərəf, xeyr, dairəvi stol, xeyr, kitab rəfi, xeyr, qılınc yarası nə, durna nə, qatarı nə, mehriban baxış, birinci tərəf, mehriban baxış, burada da xeyr, mehriban necə, gümüş qaşıq, gümüş nə, gümüş torpaq nə, dəmir nə, düzgün cavab burada D variantıdır. İndi isə 9-cu testə baxırıq. 9-cu sualda aslı tərəfi feili bağlama olan söz birləşməsini müəyyən edin. Həyatda xeyr, uşaqdan xeyr, vətən xeyr, deyilənləri xeyr, nazlana feili bağlamadır. Ona görə Y variantı doğrudur. Feili birləşməni müəyyən edin. Feili birləşmə, dairəvi meydan xeyr, elmi əsər xeyr, tarixi şəxsiyyət də xeyr, rəqsi bitirmək, bəli, bu tamamilə doğrudur. Hansı cümlədə feili bağlamalı tərkib işlənib? O dinlədikcə heyrətlənirdi, xeyr. Biz yığışıb onu yaxşıca danladıq, xeyr. Gələndə onu həyətdə gördüm, burada da xeyr yoxdur. Onlar isə girəndə işıqlar söndü, bəli, burada var. Ona görə D variantı doğrudur. Birində aslı tərəf sifətlə ifadə olunub. Aslı tərəf birinci tərəfdir, yəni mahnını xeyr, kitabın xeyr,
Bizlərdən xeyir, sualın xeyir, çiskinli hava. Necə hava çiskinli? Ona görə Y variantı doğrudur. Aslı tərəfi say ilə ifadə olunmuş ismi birləşməni müəyyən edin. Birinci gələn xeyir, tələbə xeyir, uşaqların xeyir, xeyir kitab. Burada say var. Aslı tərəfi sifətlə ifadə olunmuş ismi birləşməni müəyyən edin. Çevik alay digərlərinə baxmağa ehtiyac yoxdur. Çevikinin sifət olduğundan A variantı doğrudur. 1-i 3 əsas nitq hissəsindən ibarət söz birləşməsidir. Ən cəsarətli oğullar ən var, ona görə olmaz. Şairin lirik şeirləri, bəli bu olar. C variantında hamıya yaxşı xeyir, bu da olmaz. Dizə kimi xeyir olmaz. Daha gözəl burada da olmaz. Cavab elə B variantıdır. 16-cı sualda isə bizdən ismi birləşməni müəyyən etməyimizi istəyir. Zirvədən enən xeyir, vətəni sevmək xeyir, iradəli gənclər, iradəli necə gənclər keçinir? Bəli, burada C variantı uyğun gəlir. 17-ci testdə hansı nümunədə hər iki tərəf eyni hissəsi ilə ifadə olunub? Daş, bina, oxumaq həvəsi, oxuyanlar gələndə, evə gələndə, gülə güləndə, daraq qabı. Daş, bina, isim, oxumaq həvəsi, o ki, xeyir, oxuyanlar gələndə xeyir, evə gələndə xeyir, daraq qabı. Daraq qabı, daraq nə? Qabı nəyi? 1 ilə 6 eynidir. Bu B variantına uyğun gəlir. Ona görə biz digərlərinə baxmayaq, elə 3-5-ə baxaq. Oxuyanlar gələndə feil, gülə-gülə gedən də feildir. Ona görə B variantı doğrudur. İndi isə 18-ci testdə baxırıq. Biri tərəfləri düzəltmə sözlərdən ibarət söz birləşməsidir. Yüksək amal xeyir, günəş işığı xeyir, qaldırıcı kran xeyir, yaxşı oxuyan xeyir, uşaqlıq yoldaşı, bəli bu olar. Biri tərəfləri düzəltmə sözlərdən ibarət söz birləşməsidir. Qoyun sürüsü xeyir, gözəllik vurğunu, bəli ola bilər. Əslində görə B-dir burada. Biri ismi birləşmədən ibarətdir. Övladını sevən xeyir, yaşamaq arzusu olar, səmimi söhbət də olar. B variantı düzgün cavabdır. Biri ismi birləşmədən ibarət deyil. Oxumaq həvəsi, yaşamaq arzusu, təbiətin möcüzəsi, görülmüş iş, deyilmiş söz, gözəl hava, oxunan əsər, onun qonağı, sərhədləri qoruyan, anən, xalqını sevən, xeyr. Burada elə Y variantı feili birləşmədir. Ona görə Y variantı. Biri söz birləşməsi deyil. Sən gələndə söz birləşməsidir. Açıq söz birləşməsidir. Qoca Tarzan, bu da söz birləşməsidir. Baybəkin andı, həmçinin bu da bir söz birləşməsidir. Səhv etmək, xeyr, bu söz birləşməsi deyil. Biri söz birləşməsi deyil. Sahilə tərəf qoşma olduğuna görə A variantı yanlışdır. Biri söz birləşməsi deyil. Səfər təəssüratı, gözəl arzu, dəniz məhsulları, İsa bulağı, dənizə qədər. Digər sualda dediyim kimi də qədər köməkçi indikasiyası olduğuna görə Y variantda səhvdir. Tərəfləri isimlə ifadə olunmuşdur. Bizim dağlar, hansı dağlar? Xeyir. İpək şal, necə şal? Xeyir. Dadlı xörək, bu da xeyir. İpək şal, bəli, ipək şal əslində olur. Ona görə B variantı doğrudur. İpək nə, şal nə? Tərəfləri isimlə ifadə olunub. Tərəfləri isimlə ifadə olunmuşdur. Təbiət vurğunu, duzlu xörək, dəri çanta, çiğ ət, saralmış güllər. Burada dəri çanta, dəri nə, çanta da nə olduğuna görə isim suallarına cavab verir. Ona görə isimlə ifadə olunub. Ona görə C variantı. 27. Feili birləşməni müəyyən edin. Yaratmaq həvəsi, dost olmaq,
kitabı oxumaq, ehtiras etmək, kömək etmək. Burada fe'li birləşmə, kitabı oxumaq olar. Bəli, kitabı oxumaq olar. Digərləri buna aid deyil. 28-ci sualda biri fe'li birləşmədir. Dağların dumanı ismi birləşmə, xoş söz ismi birləşmə, soymuş yemək ismi birləşmə, tiskinli hava ismi birləşmə, hava soyduqca bu fe'li birləşmədir. 29-da isə biri fe'li birləşmədir. Uşaq oxuyanda, bəli, bu da fe'li birləşmədir. Bugünkü izahımız bu qədər. Növbəti videoda görüşənədək sağ olun, salamat qalın.